Değerli Müslümanlar, korkun Rabbinizden, korkun Allah'tan. Bilin ki bu məqam rahatlıq məqamı değil. Əksinə, bu məqam xof, təqva məqamıdır. Korkun o ilahdan ki, qəlblərə baxsa, orada gizlənəni, gizlətdiyini görür. Və bil ki, bugün sual o değil ki, biz dini tanıyırıq, yoxsa yox. Ən təhlükəli sual, din səni tanıyırmı? Din bilirmi səni? Neçə ayə var ki, dilimizdədir. Və neçə günah, asilik var ki, xəlvətimizdədir. Neçə şuar qaldırmışıq. Neçə İslam bayrağı yüksəltmişik. Lakin sonra əməllərimizlə ona zərbə vurmuşuq. Sındırmışıq, sarsıtmışıq. İnsanların sözündən qorxuruq. Allahın baxışından qorxmuruq. Məxluqun önündə yaxşı rola giririk. Xaliqin önündə bu həqiqəti pozuruq. Namaz qılırıq, lakin namaz bizi dəyişmir. Oruç tuturuq, lakin oruc dilimizi saxlamır. Həcc edirik, lakin qəlblərimiz Allahın haram etdiyini tərk etmir. Ətəmurunən-nəsə bil-birri və tənsəvnə ənfusakum. İnsanlara yaxşılığı əmr edib özünüzü unudursunuzmu? Ən təhlükəli bu dinin başına gələn, ona ən böyük zərbə, zərər heç də hücum edən düşmən deyil. Əksinə, bu dini daşıyan, onu yaşamayan müsəlmandır.